Arxasında sensor da var ki, öndən avtomobil uzaq vuran işıqlarla gəlirsə, nə baş verdiğini rahat görmək üçün rejimi var, bildiyiniz. Panorama lyuk. Arxa qapılar da dəri ilə üzlənib, təbii ağac, külqabı, alışqan. Bir sağ sükan olduğundan müdürlər sol tərəfdə oturur. Kiçik olsa da çox vacib nüans, asılqan, hava vuranlar, dəri əl tutacağı, müdür oturacağının idarə olunmağı, dəriyə sürtünür deyənə belə səsdir. Başlıqların hündürlüyə görə tənzimlənməsi, hər iki arxa oturacağın masajı, ön oturacağı idarə etmək üçün düymə, sağ oturacağın da idarə olunması, klimat kontrol, FM stansiyaları idarə etmək üçün düymələr, salonun eyni sivri üzlənmiş dirsək altlığı, oturacaqların qızdırılması, 2 stəkan altlığı, burada da təbii ağac, yenə vlüq, hətta bunu da düşünüblər, qapağın örtülməyi üçün tutqaç. Sürücünün oturacağı idarə etmək üçün düymələr, burada bunu da uzadaq, istirahət eləyək. Beethoven oxusun, sən də get. Sürücü və sərnişin oturacağının elektron idarə etməsi, bel nahiyəsinin şişirdilməsi, təhlükəsizlik kəmərlərinin başlığının işıqlandırılması, gündüz olduğundan görsənmir. Qaranlıq şəraitdə yaşıl yanırlar. Sərnişin oturacağının altında apteçka, ön sərnişin oturacağının başlığının belə aşağı düşməyi. Sən orada oturanda yolu tam aydın görə biləsən deyənə. Yolu tam rahat görürsən. Qayıdır geriyə bax.